Şəki şəhər sakini Beydullayev Vüqar Pirməmmədoğlu redaksiyamıza yenidən müraciət edərək şəxsi qanuni tikilmiş obyektinin şəhər icra hakimiyyətinin nümayəndələri tərəfindən qanunsuz dağıdıldığını bildirmişdir. Sahibkarlıq iqtisadi inkişafın təməl daşlarından biridir. Hər bir sahibkar irəliləmək, yeniliklər etmək və cəmiyyətə dəyər qatmaq məqsədi ilə öz işini qurur. Lakin bəzən gözlənilməz hadisələr baş verir ki, dırnaqarası məmurlar tərəfindən sahibkarlıq obyektlər qanunsuz olaraq dağıdılır və ya dayandırılmaqla nəticələnir. Cənab Prezident sahibkarlar ilə dövlət orqanları arasında müştərək əməkdaşlığın vacibliyini qeyd edir. İnnovasiya, rəqabət qabiliyyəti və müasir texnologiyaların tətbiqi Azərbaycan iqtisadiyyatını daha da gücləndirə bilər. Sahibkarların tədbirlərdə və forumlarda iştirakı yeni fikir və təkliflərin gündəmə gəlməsini təmin edir. Sahibkarlığın inkişafı hər bir ölkənin iqtisadiyyatının dayanıqlığı və tərəqqisi üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sahibkarlara dəstək məqsədi ilə bir çox tədbirlər həyata keçirmiş və beləliklə onların iqtisadiyyatdakı yerini, rolunu və əhəmiyyətini vurğulamışdır. Vüqar Beydullayevin iddialarına görə obyektinin dağıdılması üçün heç bir hüquqi əsas göstərilməmişdir. O söyləyir ki, dönə-dönə müraciət etməsinə baxmayaraq, heç bir dövlət qurumu ona kömək etməmiş və problemlərinin həlli ilə bağlı müvafiq addımlar atmamışdır. Vətəndaş baş verən hadisə ilə bağlı ciddi narahatlığını ifadə edərək, bu prosesin necə aparıldığını və hüquqlarının necə pozulduğundan danışdı. Məsələnin dəqiqliyini bir də vətəndaşın özündən dinləyək. Mən Beydullayev Vüqar Pirməmmədoğlu qarşınızdayım. Şəki şəhəri Məmməd Cabbar küçəsi ev nömrəli 1-də yaşayıram. Hal-hazırda öz evimdən birbaşa müraciət edirəm. Əziz xalqım, dəyərli prezidentim, bilin, bugün 7 may tarixi elə belə tarix deyil, qanlı 7 may tarixi deyərdim mən. Qara ləkə, qara tarixə, qara ləkə düşən bir tarixdir. Yəni mənim sahibkarlıq fəaliyyəti ilə məşğul olduğum obyektin məmur özbaşlığı nəticəsində yerli cəlladlar tərəfindən, iş okupantlar tərəfindən dərmadağın alınan gündür, yerə yeksan alınan gündür. Öncə mən bir daha bütün media kanallarına müraciət edirəm bu müraciətimi. Kanal 8-in rəhbərliyi Elxan Müzəffəroğlu'na müraciət edirəm. Əziz qardaşlarım, nə qədər Respublikada fəaliyyət göstərən özəl media qurumlar var, nə qədər kanallar var, hər birinizdən acizanə xahiş edirəm. Bu müraciətimə reaksiya verin. TikTok şirkətlər qrupuna, TikTok şirkətinə, bütün hamısına xahiş edirəm, bunun paylanılmasına dəstək verin. Tanıdımını çox eləyin, xahiş edirəm, bəyənin, paylaşın. Respublikada məmurluq özbaşınalığının azğınlığının, qudurğanlığının ən pik nöqtəsidir. Şəkidə mən hal-hazırda bu vəziyyətini üzləşmişəm. Çox ağır vəziyyətdir. Mən desəm ki, bu qurumlar bilmir, bütün qurumlar bilir. Bu məsələni bilir. Bir il bugün bitir. Bütün qurumlar tərəfindən yalnız göz yumdular. Artıq mən bilməm də nə edim, nə eləyim. Desəm ki, bugün icra başçısı Elxan Usubov cənabları bilmir, bilir. Həsən müəllim getdi, bəzi şərhlər verirlər ki, Həsən müəllim geyindən sonra danışma başlamısan, mən həmin sözü, həmin o savadsıza deyirəm. Ay savadsız, şərh verən savadsıza. Mən keçən bu vaxtdan Həsən müəllim haqqında danışmışam ki, elə olarsa güncün başında Həsən Həsən dayanıqdır, görünməyən tərəfində. Və yenə də bütün qurumlara müraciət edirəm. Bu olan haqsızlıqlardan qaldırsınlar. Əlavə olaraq müraciətimi Vilayət müəllim Eyvazova, Daxili İşlər Naziri ünvanlayıram. Cənab Nazir, keçən il bu vaxtı 8-9-10 tarixlərində mən sizə 3 gündə 2 dəfə müraciət eləmişəm. Bu həmən haqsız qanunsuzluqla gündüyü ilə bağlı. Yəni buna yerində baxış, ancaq düzdür, yerli polislərin, bizim Daxili İşlər Nazirinin yerli Şəki polisləri mənə qarşı heç bir haqsızlıq eləmədilər. İki tərəfin sakitliyini təmin edirlər. Ancaq bu yetərli deyil. Xahiş edirəm, cənab Vilayət Eyvazov, məni dəvət etməyinizi xahiş edirəm. Cənab prokurorumuz Kamran müəllim Əliyevə müraciət edirəm. Kamran müəllim, elədiyiniz müraciətləri göndərsiniz Ədliyyə Nazirinə, Ədliyyə Naziri Fərdi Əhmədova, Fərdi Əhmədovun nümayəndəsi Fəqan Şabanov göndərir Zəhl Xəlilova Şəki regionu Ədliyyə şöbəsinə. Qardaş, mən onlardan heç bir ümidim yoxdardı. Çünki həmin Zaur Xəlilovdur ki, elə Fərdi Əhmədovun qəbulunda bir 11 nəfər eyni şikayətçini, eyni əsaslı olan şikayətçini Fərdi Əhmədovdan gizlətdə yarımçıq dağıtdılar qəbulu. 11 nəfər şikayətçi, 9-u Hacıyevər Ruslan idi. Xahiş edirəm prokurorluğa,
Daxiliyyat Nazirliyinə. Və heç o qəbul edin, mənim dərdimi bilin. Prezidentimizə xəyanət olunmasın. Siz bilmirsiniz. Burada yerli ədliyyə şöbəsi, Məzahir Məmmədov, ədliyyə şöbəsinin tabeliyində olan bir qurum, icra və probasiya şöbəsi, həmin o dağıdıcı, cəllad, quldur deyim, nə deyim, mülkümü dağıdıblar, sahibkarlıq fəaliyyəti məşğulluğum mülkümü dağıdıblar. Artıq mən bu dərdi kimə deyim, nəyimə deyim, hara deyim, bilmirəm. Bütün qurumlara müraciət edirəm. Dəstək verin mənə, dəstək verin. Allah işin başına gətirməsin. Bir insan bir toyuq oğrayanda ən azından hansı qurumlar hərəkətə keçir. Kimdə induşkatda, kimdə xəsarət yedində. Bu haqsızlığı kimə deyim? Burada açıq cinayət törədilir. 308 Cinayət Məcəlləsinin 308 və 309-cu maddələri açıq şəkildə pozulur. İnsan bir dənə səhv buraxanda qurumlar çağırırlar. Bu 9-cu, 308-9-cu maddə bu şəkildə pozulursa, mən artıq dərdimi kimə deyim. Ona görə də buradan elə birbaşa ünvanlayıram. Cənab Nazimin vilayət heyvazı var. Cənab Nazir, sizdən imdad diləyirəm. Hörmətli prokurorumuz, sizdən imdad diləyirəm. Başda da ali qurumumuzun başçısı Gözəl Prezidentimiz İlham Əliyev cənabları. Sizdən gizlədirlər. Xahiş edirəm, bu işə bir son qoyulsun. Bu şərəfsizliyə, bu nadanlığa son qoyulsun. Sahibkarlıq fəaliyyəti məşğul olduğumuz artıq yoxdur. Bir ildir mən işsizəm. Ümid edirəm ki, cənab prezidentimizin dəstəyi vətəndaşın sahibkarlıq problemlərinə çözüm olacaq. Səsləndirmə Aygün Qərib qızı, Kanal 8-yə xəbər, Ağcabədi. Və bunun ictimailəşməsinə dəstəyinizi verin. Çox sağ olun.